Əvvəlcə bu videoya baxın. Bank VTB açıq səhmdar cəmiyyətinin lisenziyasını ləğv edib. Bağlanan bank VTB'nin bütün depozit və kredit öhdəlikləri şərtlər dəyişdirilmədən Azərbaycan Beynəlxalq Bankına ötürülüb. Elvin Basqallıya mən desəm ki, qardaş banka pul qoymuşam, deyəcək, nə yaxşı, mən də yığıram, sən neçə ki olub bankada yığırsan. Şəxsi tanışlığım yoxdur, amma sən aparıcısan, məncə düşünürəm ki, sözləri düzgün ifadə eləməlisən. Bank VTB-dən getmir orada söhbət. Bank BTB-dən gedir, yəni Bakı Ticarət Bankı. Əgər məsələn deyə bilmirsənsə, Bakı Ticarət və ya Внешний торговый bank kimi ayıra bilərsən. Ramiz Mehdiyevin bankı deyil, o Rusiyanın bankıdır, sənin ifadə elədiyin bank VTB. Mən bank VTB-nin bağlanacağına heç bir şübhə ilə yanaşmıram. Bankın faktiki olaraq 201 milyon 750 min manatlıq zərəri var və bu 10 ilə yaxındır ki, bu davam edir. 2018-ci ildə bankın 256 milyon manat zərəri var idi və Davosda Prezident İlham Əliyevdən 3 aylıq möhlət istəmişdilər ki, bu zərəri bağlayacaqlar və bağlamışdılar 2 ay ərzində. Mən bunları heç birini istisna eləmirəm, amma bağlanan bank lisenziyası ləğv olunan, daha doğrusu dəyişdirilən bank BTB oldu. Oldu tek kredit. Yəni başa düşə bilirsiniz bunu, bilmirəm, yoxsa yox. Qardaş, fikri ifadə eləyəndə açıq ifadə elə. Deyiblər axı, jurnalistin nə demək istədiyi yox, nə dediyi önəmlidir.